Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcəridə Greenville deyilən şəhərcinin düz arxasında prestijli bir məhəllə, gözəl bir məhəllədə torpaq satılır, hörmətli izləyicilər. Nəzərinizə çatdırım, torpağın yeri çox gözəl yerdədir, hündür yerdədir, villalar olan ərazidir. Bax, ora Greenville şəhərciyidir, görürsünüz. Buralarda hamısı villalar olan ərazidir. Ev sahibi öz həyətindən kəsib satır. Torpağın sərəncamı var, kupçiyə gedən sərəncamdır. Bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Nəzərinizə çatdırım, torpaq 2.8 torpaqdır. Qiymət də düzdür, burada ucuz deyil, yəni bahalı ərazidir, prestijli məhəllədir, çox gözəl bir məhəllədir, sakit bir məhəllədir. Yəni, bax, villa, hamısı villalardır. Hamısı villadır. Baxın, bax, hörmətli izləyicilər. Ev ərazi cəhətdən çox gözəldir. Qapının ağzına qədər asfaltdır, hündür yerdir, nəmişlik olmayan ərazidir. Nəzərinizə çatdırım ki, yəni torpağı alan adam uduzmayacaq. Qiymət də bugünkü vəziyyətdə burada 45-50 min civarında dəyişir. Ev sahibi yəni biraz ucuz verir. Bunu nəzərinizə çatdırım ki, yəni alıb burada bir dənə qəşəng bir ev tiksəniz, yəni uduzmazsınız. Bunu nəzərinizə çatdırım ki, yəni yeri, qiyməti bəllidir buranın. Qiyməti də, yəni buranın çıxarış almaq üçün sərəncamına görə qiyməti 95 min nəzərdə tutulub, endirim olmağına, yüngülvari endirim olmağına olacaq. Sizin də nəzərinizə çatdırım. 2.8-dir. Bugünkü vəziyyətdə, yəni 3 sota yaxındır. Buradakı torpaqlar gəlib maraqlansınız, biləcəksiniz ki, burada torpaqlar neçədir, hörmətli izləyicilər. Hər yerin özünün yeri var, qiyməti var. 95 min start qiymətli, real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşdürəcək, son sözü də ev sahibi deyəcək. Yəni, torpağından satır, bunu da nəzərinizə çatdırım. Kim istəsə, ev qarşılıqda ala bilər. Yəni, ev qarşılıq ayrıca qiymət deyiləcək, amma əslində bura torpaq satır. Yəni, evi istəyən var. Sadəcə torpaq da ayrıca satılsa daha yaxşı olar. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin. Allah